Salam, mən biologiya müəllimiyim. Bugün sizlərə 8-ci sinif dərsliyindən fotosintez mövzusunu izah edəcəm. Onu da qeyd edim ki, dərslərimizə qoşulmaq istəyirsinizsə 070 235 13 25 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Gəlin baxaq, deyir bitkidə led işığı altında böyüyə bilərmi? Bu sualın cavabı ilə maraqlanan alimlər müxtəlif rənglərdə işıq verən led lampalarını işıq altında kahı yetişdirməyə başlayıblar. Bu bitkilərin yetişdirdikləri işığın rəngindən asılı olaraq müxtəlif kütləli olduqları müşahidə edilmişdir. Sizcə bunun səbəbi nə ola bilər? Bunun səbəbi bitkilərdə baş verən fotosintez prosesidir. Biz bilirik ki, fotosintezin baş verməsi üçün işığın rəngi, intensivliyi bunların hamısından asılıdır. Ona görə işıqların rəngi müxtəlif olduğundan, həm də dalğı uzunluqları da fərqli olduğundan müxtəlif kütləli bitkilər alınmışdır. Çünki fotosintezin məhsuldarlığı həmin bitkilərdə eyni olmamışdır, müxtəlif olmuşdur. Baxaq burada, deyir, canlı orqanizm yaşaması, yəni müxtəlif həyati funksiyanı yerinə yetirmək üçün kifayət qədər enerji ilə təmin olunmalıdır. Yəni bitkilər, istər bitki olsun, istər heyvan, digər orqanizmlər enerji ilə olmalıdır ki, onda həyatı olan proseslər, yəni daxili proseslərin getmək üçün enerji lazımdır. Bu enerji də qida məhsullarının enerji ilə zəngin üzüm molekullarının parçalanmasından əldə edilir. Qidada olan üzüm molekullarının mənşəyini izləsək, onlar birbaşa və dolayı yolla yaşıl bitkilərin əldə olduğunu görmək mümkündür. Demək, üzüm maddələri sintez edən yaşıl bitkilərdir. Yaşıl ümumiyyətlə canlılar iki qrupa bölünür. Avtotrof orqanizmlər, heterotrof orqanizmlər. Avtotrof orqanizmlərə biz yaşıl bitkiləri misal göstərə bilərik. Baxır, deyir yumurtanın tərkibindən üzüm molekul mənbəyi qarğıdalı kimi bitkinin qidalanan toyuqdur. Toyuq ondan qidalanır və zəngin qida elementləri olan yumurta toyuqdan əmələ gəlir. Yaxud da qəhvənin tərkibində olan üzüm molekullar mənbəyi qəhvə bitkisidir və həmin qəhvədən görürsünüz ki, bitkidən isə yenidən biz kofeni əldə edirik. Demək, əsas enerji, yəni əsas qida mənbəyi nə oldu? Bitkilər oldu, yaşıl bitkilər. Baxaq prosesə, yəni fotosintez prosesinə. Bitkilər fotosintez prosesinin nəticəsində üzüm maddələr əmələ gətirir və bunu necə əmələ gətirir? Yaşıl bitkinin hissəsində xloroplastlarında xlorofil pigmenti olur. Həmin xlorofil pigmenti işıq enerjisinin nəticəsində kimyəvi enerjiyə çevrilir, kimyəvi reaksiyanın baş verməsinə imkan verir. Yəni burada reaksiya baş verir fermentlər və enerji sayəsində. Xlorofil tərəfindən tutulan işıq enerjisi karbon qazı və suyu qlukoz ilə oksigenə çevirmək istifadə edilən proses fotosintezdir. Burada demək, əsas olan məhsul nə oldu? Qlukoza oldu. Qlukoz əsas məhsul, oksigen əlavə məhsul hesab olunur. Belə bu şəkildə şərti olaraq yazsa, karbon qazı üstə gələk H2O, işıq, xlorofil, əmələ gələ C6, H12O6, üstə gələk O2. Bu fotosintezin ümumi tənliyi hesab olunur. Fotosintez əsas məhsul dedik qlukozadır, əlavə məhsul isə oksigen hesab olunur. Fəaliyyət hissəyə baxaq. Bitkilərdə fotosintez üçün nə lazımdır? Burada siz təcrübə özünüz apara bilərsiniz. 2 litr 3 ədəd butulkanı, qayçı, su qabı, çınqıl, əkin, torpaq, qutu bu kimi ləvazimatlardır. Görürsünüz ki, butulkaları kəsiblər üst hissəsini. Hava axını daxil olmasın, dibinə çınqıl, sonra torpaq əlavə edək, butulkaları yarıya qədər doldurun, hər birinin ortasına bir toxum əkin, 2 qabı günəş işığı altında, görürsünüz, günəş işığı altına qoyublar. Digərini qutuda, qaranlıq yerdə saxlayıblar. Sonra qabların birincisini torpağın nəmləri kifayət qədər su və işıq, buyursuz kifayət qədər su işıqla təmin olunubdur. Sonra ikinci qabda torpaq yalnız günəş işığı alır, su yoxdur, qurudur torpaq. Qaranlıqda qalan isə həm nəmləndirirlər, amma işıq vermirlər.
Sonra qaranlıqdan 3-cü qabına ötürü kifayət qədər su veriləcəkdir. Gündəlik və 2-3 gündən bəri müşahidə aparaq bitkinin ölçüsünü, rəngini, ümumi vəziyyətin dəyişikliyi haqqında cədvələ qeyd edin. Biz burada görürük ki, nə baş verəcəkdir burada? Fotosintez burada hansında gedəcəkdir? Əlbəttə ki, karbon qazı, su, işıq olan yerdə. Və burada da su və günəş işığı olan yerdə, yəni birinci qutuda fotosintez prosesi gedəcək. İkinci qutuda su olmadığı üçün fotosintez prosesi getməyəcəkdir. Üçüncü qutuda isə burada işıq yoxdur. Ona görə burada da fotosintez prosesi getməyəcək. Axı dedik ki, işıq olmalıdır ki, xlorofil pigmentinə təsir göstərsin. Bitkilər arasında fərq görmək mümkündürmü? Bəli, mümkündür. Çünki getdikcə artıq birinci bitki inkişaf edəcək, digər inkişafdan qalacaqdır. Görünən fərqlər bitkinin fotosintez etmək üçün suya və işığa ehtiyacı haqqında siz nə deyə bilərsiniz? Bilirik ki, fotosintez getməsi üçün mütləq şəkildə su, işıq olması vacib faktorlardan biridir. Yəni digərlərində fotosintez prosesi getməyəcəkdir. Baxaq, fotosintezə təsir edən amillər. Fotosintezə xarici və daxili amillər təsir göstərir. Demək bu amillərin olmaması artıq fotosintezin baş verməməsinə məhdudlaşdırıcı amil olmağa başlayır. Xlorplastin miqdarı, xlorofilin tərkibi, miqdarı, sitoplazma tərkibində yarpağın anatomik quruluşu, yəni yarpaq daha böyüksə, fotosintez daha çox gedə bilər. Sonra həm də ki, yaşı daxili amillərə aiddir. Daxili amillər fotosintezin tənzimi üçün çox əhəmiyyət daşıyır. İstər daxili amillər, istər xarici amillər fotosintezin getməsi üçün çox mühüm hesab olunur. Fotosintezə xarici amillər də təsir göstərir. Onlardan biri də işığın intensivliyidir. Fotosintez baxırıq ki, qrafikə işığın intensivi artdıqca fotosintez artır və müəyyən həddə qədər. Yəni müəyyən həddən sonra artıq sabit qalır. Yəni ki, müəyyən həddə qədər artır, ondan sonra təsir göstərmir, yəni sabit olaraq qalır. Sonra deyir, fotosintez yan işığın iştirakı ilə həyata keçirilir. Yəni qaranlıqda fotosintez prosesi getmir. Qaranlıqda bitki tənəffüs eləyə bilir. Amma fotosintez getməsi üçün nə olmalıdır? İşıq olmalıdır. Yalnız gündüzlər baş verir. İşığın intensivliyi, rəngi, bitkinin işığa məruz qalma müddəti də çox vacibdir. Demək, işığın fotosintezə təsir edən amillərdən hansı olduğu, işığın intensivliyi təsir göstərdi. İşığın intensivliyindən başqa da işığın rəngi təsir göstərir. Baxırıq ki, işıqların hansı işıqda? Bənövşəyi və qırmızı işıqda maksimum, yaşıl və sarıda isə fotosintezin az getdiyini görə bilərik. Deməli, işığın rəngindən də asılıdır. Sonra fotosintezin sürəti karbon qazının miqdarından da asılıdır. Karbon qazının miqdarından müəyyən qədər artır, ondan sonra artıq sabit qalır, təsir göstərmir. Sonra fotosintezin baş verməsi üçün suyun da miqdarı önəmlidir. Axı fotosintezin baş verən amillərdən biri də sudur. O da eyni ilə digərləri kimi müəyyən həddə qədər artır, ondan sonra sabit qalır. Sonra fotosintezə təsir edən temperatur. Temperatur da təsir göstərir. Temperatur müəyyən həddə qədər artır. Yəni müəyyən temperaturun düz mütənasibi artıq müəyyən həddə qədər artıq məhdudlaşdırıcı amil hesab olunur. Yüksək temperaturda isə getdikcə başlayır nədir? Fotosintez azalmağa. Sonra öyrəndiklərinizi tətbiq edin. İşığın intensivliyinin karbon qazının birgə təsiri şəraitində həmin amillərin fotosintezə necə təsir etdiyini öyrənmək üçün aparılan təcrübələr qrafikdə təsvir olunmuşdur. Təcrübədə 1 və 2 qrafikləri müqayisə edin. Bu qrafiklərdə fotosintez haqqında nə demək olar? Bu qrafikdə təcrübə 3-cü qrafiklə müqayisə edin. Sizcə fotosintezin sürəti, işığın intensivliyi və karbon qazının birgə şəraitdə necə dəyişir, fikrinizi əsaslandırın. Gəlin baxaq. Birinci təcrübə 1 və 2-ni müqayisə edək. Burada görürəm ki, karbon qazı miqdarı sabitdirsə, temperatur harda çoxdursa, fotosintezin intensivliyi orada daha çox olacaqdır. Yəni 2-də daha çox olur, yox 1-də daha çox olur. Sonra 1 ilə 3-ü müqayisə etdikdə
baxıram ki, temperatur sabitdir, amma karbon qazının miqdarı harda daha çoxdur? 3-də daha çox olduğuna görə üçüncü reaksiyada, yəni fotosintez intensivliyi daha çox olacaqdır. Yəni biz burada görürük ki, işığın intensivliyi karbon qazının miqdarı təsir göstərir. Temperaturda təsir göstərir fotosintezə. Öyrəndiklərinizi yoxlayın. Fotosintezin baş verməsi üçün hansı şərtlər vacibdir? Dedik, hansı şərtlər olmalıdır? Temperatur, müəyyən qədər temperatur, işıq, bir də sağlam bitki, su, karbon qazının olması çox mühümdür. Sağlam bitki olmalıdır ki, sağlam xloroplast olsun, xlorofil olsun. Sizcə fotosintez prosesi üçün hansı amillər məhdudlaşdırıcıdır? Suyun çox olması, həddən artıq temperaturun yüksək olması, işığın intensivliyi həddən artıq yüksək olması artıq bu məhdudlaşdırıcı amil kimi göstərə bilərik. Temperatur fotosintez sürətinin təsirini araşdırmaq istəyən şagird öz təcrübəli şəkildəki hansı təcrübə istifadə etməlidir? Baxaq təcrübələrə. Quru torpaq 10 dərəcə işıq. Quru torpaqdır burada. Burada quru torpaq olduğuna ki, fotosintez də getməyəcəkdir. Ona görə bu fotosintez prosesi baş vermədiyi üçün bu uyğun deyil. İkincinə baxın, nəmli torpaq 20 dərəcə temperatur işıq. Bəli, burada fotosintez prosesi gedəcək və bu canlı yaşaya biləcəkdir. Sonra 30 dərəcə temperatur işıq quru torpaq. Yenə quru torpaqdır, ona görə baş verməyəcək. Sonra yekunda D variantına baxıram. Burada 10 dərəcə temperatur işıq nəmli torpaq. Burada da fotosintez getmə ehtimalı var. Çünki müəyyən qədər temperatur var, 10 dərəcə olsa da. Amma ən ideal burada B variantı olacaqdır. Sağ olun. Kanalımıza abunə olmağı unutmayın ki, yeni videolardan xəbərdar olasınız. Onu da qeyd edim ki, ödənişli və ödənişsiz dərslərimizə qoşulmaq istəyirsinizsə 070 235 13 25 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun.